Birləşmiş Ştatlar Zəngəzur dəhlizinin Ermənistan hissəsi üçün ilkin olaraq 140 milyon dollar ayırdı. Nikol Paşinyan trip üzrə razılaşmaları mümkün qədər qısa vaxtda təsdiqləməyə çağırdı. Propkadır, buradan gələn yol vermir bizə, biz də qalıq burada. Şamaxinka deyilən ərazidə bütün yol kəsişmələrində işıqforlar quraşdırılır. Yenilik tıxacı aradan qaldıra biləcəkmi? Azərbaycanın növbəti orfoqrafiya lüğəti süni intellektlə hazırlanır. Detallar İTV Xəbərdə. Hər vaxtınız xeyir olsun. İTV Xəbərin saat 16-ya olan buraxılışını təqdim edirik. Studiyada Aydan Şıxəliyevadır. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə görə məsuliyyət müəyyənləşəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyata təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlara görə şəxsən məsuliyyət müəyyənləşdiriləcək. İTV Xəbərə baxırsınız. Ermənistan və Azərbaycan arasında yekun sülh sənədinin imzalanmasına doğru atılan növbəti addım. Baş nazir Nikol Paşinyan açıqlayıb ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına və layihənin həyata keçirilməsinə hazırdır. Layihənin uğuru isə həm Azərbaycanın, həm də Türkiyənin iştirakı və regionda ticarət əlaqələrinin genişlənməsindən asılı olacaq. Ադրբեջանի հիմնական մասի եւ Նախճեվան ինքնավար հանրապետության միջև Ermənistan razılaşdırılan çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır. Siyasi iradəmizi vurğulamaq və bir daha təsdiqləmək istəyirəm. Biz hazırıq, istəkliyik və dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq maneəsiz əlaqənin təmin edilməsi istiqamətində irəliləyəcəyik. Ermənistanın baş naziri Nikol Paşinyan bu fikirləri hökumətin iclasında bildirib. O deyib ki, bu proses ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri çərçivəsində həyata keçiriləcək. İrəvan sülh gündəmindən imtina etməyəcək. Trip üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidir. Biz müqavilə layihələri və zəruri hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə Ermənistanda Trip adında bir şirkət yaradılmalıdır deyə Paşinyan vurğulayıb. Zəngəzur dəhlizi yaxud Tramp yolu kimi adlandırılan bu layihə ilk növbədə Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına xidmət edəcək. Ermənistan və Azərbaycanla yanaşı Amerika Birləşmiş Ştatları da bu layihədən faydalanacaq. İstərdik ki, bu layihə tez bir zamanda həyata keçirilsin. Lakin bu il Ermənistanda seçkilər olacaq. İstənilən halda yol açılacaq. Tramp yolu adlandırılan layihə regionun rifahı baxımından perspektivlidir. Ermənistan baş naziri həmçinin Trip layihəsinin hazırlıq prosesi üçün Amerika Birləşmiş Ştatlarının artıq 140 milyon dollar ayırdığını diqqətə çatdırıb. Ermənistan və ABŞ hökumətlərinin Trip üzrə irəliləməkdə ciddi olduqlarını ötən günlərdəki birgə bəyanat bir daha göstərir. Eyni zamanda açıq şəkildə qəbul edilir ki, Azərbaycan bu layihədən fayda əldə edəcək. Naxçıvanın və Azərbaycanın əsas hissəsinin əlaqələndirilməsi təmin olunacaq. Bundan əlavə, Azərbaycan Mərkəzi Asiyanın Xəzər dənizi üzərindən Ermənistan və Naxçıvandan keçərək Türkiyəyə, oradan isə Avropa və qlobal bazarlara bağlayan tranzit dəhlizin əsas elementi kimi mühüm qazanc əldə edəcək. Ermənistanın Trip layihəsinə bağlı addımları üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi cəhətdən əhəmiyyət kəsb edir. Tramp yolu həm də daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi imkanları yaradır. Ermənistan tərəfinə aydın olmalıdır ki, bu dəhlizin, Trip dəhlizinin uğuru şərq tərəfdə Azərbaycan, qərb tərəfdə isə Türkiyədən asılıdır. Yəni, əks təqdirdə bu dəhliz həmin o ümid olunan beynəlxalq əhəmiyyətə malik olmayacaqdır. Xüsusilə Birləşmiş Ştatlar bu dəhlizə Transxəzər ticarət marşrutunun vacib bir segmenti kimi baxmaqla yeni bazarlara çıxış imkanı kimi də dəyərləndirir. Xatırladaq ki, Vaşinqtonda Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan və Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio Trump marşrutunun icrası üzrə birgə bəyannaməni təsdiqləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi isə sənədin qəbul edilməsinin bu sahədə praktiki işlərə başlamaq üçün mühüm addım olduğunu açıqlayıb.
Zəngəzur dəhlizi ilə bağlı proseslər Türkiyənin də gündəmindədir. Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın da istədiyi kimi reallaşacağını görməyi arzuluyur. Bunu Türkiyə Xarici İşlər Naziri Hakan Fidan mətbuat konfransında deyib. Xarici İşlər Naziri qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə orta dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir. Zəngəzur koridorunun inşallah Azerbaycan'ın da istediği gibi hayata geçtiğini görürüz. Çünkü bu dediğiniz gibi orta koridor açısından önemli. Büyük stratejik resimde daha bölgesel alanda ise yani Naxçıvan'la Azerbaycan ana karasının birleşmesi açısından önemli. Biz Azerbaycan'la Ermenistan arasında bu parafları atılmış anlaşmanın imza yoluyla nihai hale gelmesi ve arkasından Türkiye-Ermenistan normalleşmesinde bir an önce hayata geçerek artık yolumuza bölgede istikrarla, refahla devam edelim. Regionda digər vacib hadisələr də baş verir. Rusiya ordusu Ukraynaya 82 dronla hücum edib. Hücum nəticəsində bir nəfər xəsarət alıb, bir sıra obyektlərə ziyan dəyib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat verib. Bildirilib ki, dronlardan 61-i vurulub, 13-ü isə Xarkov və Lvov daxil olmaqla digər ərazilərə düşüb. Yeri gəlmişkən, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov cəbhədə hərbçilərlə görüşüb. O bildirib ki, ilin əvvəlindən Ukraynanın 300 kvadrat kilometrindən çox ərazisi nəzarətə götürülüb. На Купянском направлении войска группировки Запад. Kupyansk istiqamətində Qərb Qüvvələr qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrinin qoşunlarını məhv etməyə davam edir. Küçə döyüşləri gedir və Kupyansk-Uzlavoy şəhərinin azad olunması başa çatmaq üzrədir. İnzibati binalara Ukrayna bayraqları asmağa cəhd edilib. Dronların köməyi ilə bunun qarşısı alınıb. Ən gərgin döyüşlər Mərkəzi Qüvvələr qrupunun məsuliyyət zonasındadır. Bu qrup bölmələri Donetskin inzibati ərazilərinin azad edilməsini davam etdirir. Ukrayna ilə hərbi gərginlik davam edərkən Moskva eyni zamanda xarici kəşfiyyat fəaliyyətinə qarşı tədbirlərini gücləndirib. Rusiya Birləşmiş Krallığın xüsusi xidmət orqanının əməkdaşını müəyyən edib. Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Krallığın Moskvadakı səfirliyində bu ölkənin xüsusi xidmətlərinin bəyan edilməmiş əməkdaşı Davis Garret Samuel İnzibati Təsərrüfat şöbəsinin ikinci katibi kimi qeydiyyatda olub. Kəşfiyyat zabiti akkreditasiyadan məhrum edilib və 2 həftə ərzində Rusiyanı tərk etməlidir. Məsələ ilə əlaqədar Birləşmiş Krallığın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Kəşfiyyat və təhlükəsizlik məsələləri ilə bağlı gərginlik davam edərkən, eyni zamanda nüvə silahlarına nəzarət mövzusunda diplomatik proseslər də diqqət mərkəzindədir. Rusiya ABŞ-dən Prezident Vladimir Putinin iki ölkə arasında qüvvədə olan nüvə silahlarına nəzarət sazişinin müddətinin 1 il uzadılması təklifinə cavab gözləyir. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, strateji hücum silahlarının azaldılması müqaviləsinin, yəni START sazişinin müddəti 3 həftə sonra başa çatır. Trump Putinin ötən ilin sentyabrında irəli sürdüyü təklifə indiyədək rəsmi cavab verməyib. Qeyd edək ki, 2010-cu ildə imzalanmış START sazişi ABŞ və Rusiya arasında strateji nüvə silahlarına məhdudiyyət qoyur. Rusiya ABŞ-dən nüvə sazişi ilə bağlı cavab gözləyərkən Amerikada daxili təhlükəsizlik sahəsində yeni gərginliklər üzə çıxır. ABŞ Dövlət Departamenti 75 ölkədən immiqrant vizalarının verilməsini dayandırdığını açıqlayıb. Minneapolisdə isə federal zabit bir şəxsi atəş açaraq yaralayıb. Etirazlar və qarşıdurmalar baş verir. Demokratlar baş verən hadisələr fonunda daxili təhlükəsizlik üzrə məsul şəxslərin cavabdehliyini tələb edirlər. Amerika Birləşmiş Ştatlarının Minneapolis şəhərində federal zabit bir kişini silahla ayağından vurub. Məlumata görə immiqrasiya agenti həmin şəxsi həbs edərkən kürəklə hücuma məruz qaldığından atəş açmalı olub. Bu hadisə şəhərdə yayılan qorxu və qəzəb hissini daha da artırıb. Daxili Təhlükəsizlik Departamenti sosial media platformasında bu barədə açıqlama verib. Bildirilib ki, immiqrasiya agenti 3 nəfər tərəfindən pusquya salınıb. O isə həyatını qorumaq üçün atəş açıb. Şəxsin silahla vurulduğu ərazinin yaxınlığında etirazçılar toplaşır. Onlarla hakimiyyət orqanları arasında toqquşma baş verib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.
Hadisədən sonra Minneapolis şəhərinin meri və polis rəisi mətbuat konfransı keçiriblər. Mer Jacob Frey Amerika Birləşmiş Ştatları İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyini kəskin tənqid edib. Hazırda Amerikada sözün əsl mənasında biri-biri ilə vuruşan iki dövlət qurumu var. Bu il Minneapolisdə baş verən atışmaların böyük hissəsinin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti tərəfindən törədilməsi sözün əsl mənasında təhlükə yaradır. Qurumun iyrənc və dözülməz davranışlarını gördüm. Bu, bir həftə ərzində baş verən ikinci atışmadır. Yaxşı olar ki, qurumun agentləri şəhərimizi tərk etsinlər. Bununla bağlı məhkəməyə də müraciət etmişik. Biz Donald Trumpın xaosuna öz xaosumuzla qarşı çıxa bilmərik. Digər tərəfdən insanlar yanvarın 7-sində Minneapolis şəhərində İmmiqrasiya agentinin güllə ilə öldürdüyü Rene Good adlı qadının xatirəsinə ehtiramlarını bildirmək üçün də toplaşıblar. Qətlin baş verdiyi əraziyə gül dəstələri, plakatlar və şamlar düzüblər. Bəzi mənbələr bildirir ki, Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyində hadisənin istintaqı ilə bağlı mübahisələrə görə azı 5 prokuror istefa verib. Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının demokratları da insidentlə bağlı çağırış ediblər. Bugün qarşımızda duran əsas vəzifə budur ki, daxili təhlükəsizlik məsələləri üzrə katib Kristi Noemi məsuliyyətə cəlb edək. Biz prosesi araşdırmağa başlayacağıq. Kristi Noemin davranışı ABŞ-nin, xalqının və hökumət qurumlarının təhlükəsizliyini ciddi şəkildə təhlükə altına qoyub. O, məsuliyyət daşımalıdır. Demokratlar baş verən hadisələrin fonunda Kristi Noemin impiçmentini tələb edirlər. Paytaxtın Binəqədi rayonu Ağasadıq Gərayբəyli küçəsində yerləşən binaların birində yanğın baş verib. Yanğınla bağlı son məlumatları ərazidə olan əməkdaşımız Türkanə Əlisoy canlı bağlantıda bizə çatdıracaq. Salam Türkanə, buyurun, eşidirik sizi. Salam, bəli, qeyd etdiyiniz kimi hadisə Binəqədi rayonu Ağasadıq Gəraybəli küçəsində 5 mərtəbəli binanın 2-ci mərtəbəsində başlayıb. 2-ci mərtəbəsində başlayan yanğın yuxarı mərtəbələrə qədər qalxıb. Hadisə nəticəsində zərər çəkən yoxdur. Hal-hazırda gördüyünüz kimi yanğınla mübarizə tədbirləri davam etdirilir. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğın söndürmə, qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zəruri operativ tədbirlər görürlər. Bir daha qeyd edim ki, hadisə 2-ci mərtəbədə başlayıb, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində başlayıb və yuxarı mərtəbələrə qədər qalxıb. Qeyd edim ki, bu binada keçmiş məcburi köçkünlər yaşayırdı və zərər çəkən yoxdur. Əslində, bəzi sakinlər qeyd etmişdilər ki, boğulma hadisəsi baş verib, ancaq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir daha qeyd etdilər ki, hər hansı bir zərər çəkən yoxdur və onlar tərəfindən işlər davam etdirilir. Sadəcə bir ehtimal var ki, ehtimal olunur ki, hadisə qısa qapanmadan baş verib, amma ki, əlimizdə hələ ki dəqiq məlumat yoxdur. Ən son xəbərləri biz yenə sizə çatdıracağıq. Bizim çatdıracaqlarımız bu qədər. Söz sizdə. Çox sağ olun Türkanə, ətraflı məlumata görə təşəkkür edirəm. Biz isə davam edirik. Paytaxtda pik saatlarda müşahidə olunan tıxac sadəcə vaxt yox, əsəb də yeyir. Xüsusilə bir nöqtə var ki, sürücülər həmin istiqamətə yollanmaq belə istəmirlər. Söhbət Şamaxinka adlanan ərazidən gedir. Məhz bu kimi halların aradan qaldırılması üçün artıq müvafiq addımlar atılır. Şamaxinka adlanan ərazidə yeni işıqforlar quraşdırılır. Bəs bu yenilik nəqliyyata necə təsir eləyəcək? Süjetə baxaq. Probkadır. Buradan gələn yol vermir bizə. Biz də qalıq burada. Bura Şamaxinka deyilən ərazidə 20 yanvar dairəsindən gələn avtomobillərlə Sumqayıtdan gəlib geriyə dönən nəqliyyat vasitələrinin kəsişdiyi nöqtədir. Pik vaxtlarda bu kəsişmədə xaotik vəziyyət yaranır. Nə 20 yanvar dairəsindən qalxanlar qalxa bilir, nə də ki Sumqayıt istiqamətindən dönən avtomobillər rahat dönə bilir. Bu səbəbdən vəziyyətin həlli yolu üçün ərazidə işıqforlar quraşdırılır. Sürücülər də yoldakı çətin vəziyyətdən narazıdırlar. Keçmək olmur da buranı. 20 dəqiqədir gəlim oradan bura. 100% lazım ki, o yansın, bu keçsin. İşıqlar olsa necə olar? Rahat olar. Necə rahat olar? O yancı biz keçici, biz yancı olar keçici. Tıxac olur, həddindən artıq çox tıxac olur.
ən əsas da pik saatlardır. Bax, indidən başlayır, tıxac düz uzanır Xırdalan kuruğuna qədər, dairəsinə qədər. Hal-hazırda sol istiqamətə dönmək çətinlikdir. Lazımdır nizamlanması da yol nizamlanmalı. Görsən, yol vermirlər, gələndə yol vermirlər. İşıqfor olsa hər şey qaydasında. Artıq işıqfor dirəkləri tam quraşdırılıb. Kabel kommunikasiya xəttlərinin çəkilişi isə davam etdirilir. Hərəkətin təşkilində dəyişiklik edildikdən sonra, yəni işlər tam başa çatdıqdan sonra svetofor dirəklərin üzərində olan bölmələr tam aktivləşəcək və yol hərəkəti iştirakçılarının istifadəsinə veriləcək. Həmin yol hissəsində də svetoforların quraşdırılmasından məqsəd ondan ibarətdir. Həm piyadaların təhlükəsizliyi, yəni nizamlanan piyada keçidindən keçidi tam təmin olunsun, həm də nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin olunacaq. Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Moskva prospektinin Şamaxınka adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliyə əsasən 20 yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasında ona paralel hissədə bir tərəfli hərəkət təmin olunacaq. Türkiyə Soy, Ramik Abbasov, İTV Xəbər. Uzun müddətli qayğı tələb edən məsələlərdən biri də ana dilimizin qorunmasıdır. Dilimizə qayğı daim diqqət mərkəzində olmalıdır. Bunun üçün ilk növbədə dərsliklərin dilinə xüsusi həssaslıqla yanaşılmalıdır. Eyni zamanda dövlət dili, onun inkişafı ilə bağlı yeni standartlar hazırlanmalıdır. Bu fikirləri Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində mövzusunda keçirilən elmi praktik konfransda səsləndirib. O bildirib ki, terminologiya sahəsində mövcud boşluqlar aradan qaldırılmalıdır. Direktorun sözlərinə görə Dilçilik İnstitutunda bu istiqamətdə işlər aparılır. Nadir Məmmədli yeni orfoqrafiya lüğətinin hazırlanması barədə də danışıb. Dilçilik İnstitutunda orfoqrafiya lüğəti hazırlanır. Dilçilimizin tarixində ilk dəfə olaraq Azərbaycan dilinin orfoqrafiya lüğəti süni intellektlə hazırlanır. Məsələn, əvvəllər bilirsiniz ki, lüğətdə sözlərin sayı 90 min dedilər, 92 min dedilər, 82 min olub, 113 min olub, ayrı-ayrı vaxtlarda, hətta ilkin vaxtda 47 min olub. İndi bu sözlərin sayı kifayət qədər artıb. Ancaq hansı sözlərin lüğətdə saxlanması artıq başqa mövzunun söhbətidir ki, Dilçilik İnstitutu bu sahədə böyük işlərlə məşğuldur. Bu saatlıq bu qədər. Sağ olun, salamat qalın.